Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size boş evin qiymətinə, içi tam dolu və tam hazır giryaşa həyət evini təqdim edəcəm inşallah. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur. Eğer sizin de satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə, bizimle əlaqə saxlayın, mülkünüzün satışına tez bir zamanda köməklik göstəririk. Evimizin yerləşmə yeri Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Məhəmmədlidə hündür və quru məhəllədə yerləşir. Məhəlləsi hər bir tərəfdən asfalt yoldur. Sənət evində torpağında kubcasıdır. Tam hazır giryaşa qeyd elədim. Evin daxilində mətbəx mebeli var. Hamam sanitar qovşağın aksesuarlarına qədər var. Lüstrləri var. Pərdələri var. Kombinin həm radiatoru, həm aparatına qədər hamısı yığılıb. Hər şəraiti olan evdə həqiqətən də özünüz hazırdakı qiymətlərdən çox yaxşı xəbərdarsınız. Boş evin qiymətinə sizə içi dolu, tam hazır giryaşa ev təqdim edirik. İnternet xəttinə qədər də hamısı var. Burada mətbəx hissəsi, mebelin alt hissəsini görürsünüz, kafel var. Mebel arası kafelinə qədər hamısı var. Membrandan yığılıb mebel, patoloka qədər yığılıb. Ön hissəsi balkonda evin və mətbəxdən də evin balkon hissəsinə birbaşa çıxış etmək mümkündür. Ev dəhliz sistemlidir. Dəhlizdən otaqlarına bölünür. 3 otaqlıdır, 100 kvadratdır. Məhəlləsində hamısı evlərdir. Burada boş torpaq yoxdur. Gəlin həyətində sizə göstərim. Padvala 2 yerdən giriş var. Çardaq hissəsinə girişi var. Kim alacaqsa Allah həm alana həm satana ən xeyirlisini qismət eləsin inşallah. Evin həyəti tam daşlarla döşənilib. Həyətinə də maşın rahat şəkildə daxil ola bilir. Kommunallar var, sənəd paket kupça. Evin qiyməti 70.000 manatdan satışa çıxıb. Endirim olunmayacaq, son qiymətidir. Bilirsiniz ki, bütün videolarda qeyd edirəm ki, real alıcılara qiymətdə endirim olunacaq. Amma bu səfər endirim yoxdur. Ev sahibi son qiyməti ilə 70.000 manat deyir. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evlə də bağlı nə suallarınız olsa, buyurun zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm. Öz haqqınızı halal edin.